Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərin qarşısında Farmland videosu ilə yenə qarşınızdayım dostlar. Bundan əvvəlki videomuzda bildiyiniz kimi Farmland haqqında kifayət qədər məlumat vermişdik. Temunun Farmlandı nə işə yarayır və oradan pulsuz məhsulları necə əldə etmək olur. Bunun haqqında məlumat vermişəm. Bugünkü videomuzda bu Farmlandın sonu maraqlananlar var dostlar ki, yəni bunun sonu necə olur? Və bunun sonunda hədiyyələr necə alırıq? Bildiyiniz kimi Temunun bəzi kampaniyaları olduqca sıxıcı və uzun çəkə bilir və yeni istifadəçi gətirmək kimi belə qayda qanunları olur. Və bu videomuzda bizim Telegram qrupumuz var bildiyiniz kimi. Yəni o bilməyənlər üçün də bu videonun açıqlama bölməsinə əlavə etmişəm. O Telegram qrupundan daxil olaraq Temu Dünyası Telegram qrupumuza daxil olaraq dostlar, bu Farmland kimi oyunlarda yardımlaşa bilərsiniz, bir-birinizdən etkiləşmə keçə bilərsiniz dostlar. Bunu da qeyd etdiyimə görə, deməli bunun axırı necə bitir və bunun haqqında sizlərə məlumat və mən neçənci səviyyədəyəm, bunu sizlərə göstərəcəm. Başdan qabaq sizə qeyd eləmək istəyirəm ki, kanalımıza maksimum dərəcədə abunə olun və videolarımızı bəyənin ki dostlar, belə faydalı videolarla sizlərin qarşısında olaq dostlar. Dostlar, indi bu ekran görüntüsü sizlərə göstərəcəm. Bir qrupda bir izləyicimiz bu məhsulları əldə eləyib, yəni pulsuz şəkildə və bunun axırı necə bitir, onun haqqında sizlərə görüntüsünü göstərəcəm. Yəni canlı videoda hamısını göstərəcəm. Yəni qeyd edeyim ki, burada yalandan məlumat verməyib. Bəzən olur, yox, kommentlərdə yazırlar, yalandan məlumat verirsiniz və izləyici yığmaq üçün, amma bizdə belə bir şey yoxdur dostlar. Real nəticə onu göstərir. Mən yəni şəxsən hələ ala bilməmişəm, amma alan dostlarımız var. Bunlardan da xahiş edirik dostlar, bizə videosunu göstərir. Mənbəlidir, bizə videosunu göstərir. Biz də hazırlayıb sizlərə göstərdik ki, bunun axırından maraqlananlar bu videoya baxaraq bütün gerçəkləri görsün dostlar. İndi isə çox uzatmadan keçək biz telefonumuza və mən neçənci səviyyədəyəm, bu necə oynamaq olur, bunun haqqında məlumat verək və təbii ki, bunun axırı necə bitir, bunun haqqında sizlərə bir qısa video göstərəcəm. Keçdik biz telefonumuza. Temunun ana səhifəsinə daxil olduq, yəni application'a daxil olduq. Bu şəkildə gördüyünüz kimi Temunun ana səhifəsindəyik. Qeyd edeyim ki, bunu Farmlandı kompüterdən oynamaq olmur, yəni telefondan oynamaq olur. Ən azından mən yoxladığıma görə kompüterdən daxil olub oynamaq olmur dostlar. Bu şəkildə ana səhifəsinə daxil olduqda bu videonun açıqlama bölməsinə link əlavə etmişik və yaxud da oradan keçid eləyərək birbaşa Farmlanda daxil ola bilərsiniz və yaxud da Temunun proqramında axtarış yerinə Farmland yazdıqda bu şəkildə gördüyünüz kimi birbaşa Farmlanda qoşula bilərsiniz. Ekranı bu şəkildə dostlar. Qeyd edeyim ki, bunu oynamağı bilməyənlər və bunun haqqında məlumatı olmayanlar, Farmland nədir və bunun məntiqi nədir, necə pulsuz məhsullar əldə edirik, onun haqqında geniş bir videomuz var. Onu izləməyənlər videonun həm açıqlama bölməsinə, həm də kartlar bölməsinə əlavə etmişəm dostlar. Klik eləyərək oradan da Farmlandın necə oynamaq olar, onun haqqında məlumat ala bilər dostlar. Təbii ki, bu videonun məqsədi burada Farmlandın sonu bitirmir və bunun sonunda nə olur, bu məhsulları necə verir, bunu maraqlanan dostlarımız daha çox izləyir. Qısaca bunu bilməyənlər üçün göstərəm dostlar. Burada gördüyünüz kimi bizim bidonumuz var. Bu bidona sular yığılır. Təbii ki, dostlarınızı gətirdikdə və günlük giriş etdikdə bu sular yığılır dostlar. Həmin bu sular nəticəsində burada sümbülləri yetişdirirsiniz və bu sümbüllər yetişdirdikdə hər yetişən sümbülə görə sizə pul verir dostlar. Yəni bir növ pul deyən qarşılığında xaldır, sadəcə pul kimi göstərirlər. Pul yığılır və burada yığılan pullar sizin nəticənizə təsir edir və bu Farmlandın burada ilərləməsi var dostlar. Yəni bu ilərləmə nəticəsində siz bu pulsuz məhsulları əldə edirsiniz. Burada bəzi məqamlar var dostlar. Bunu danışmaq istəyirəm. Qeyd edeyim ki, ilk başlayan adamlar üçün daha asan yığılır. 1 manat gəlir və onlar elə bilirlər ki, bu daha tez məhsulları əldə edir. Dostlar, burada belə bir şey yoxdur. Təbii ki, Temunun yaxşı tərəfləri də varsa da, pis tərəflərini də biz sizlər üçün göstərməliyik. Yəni bu müəyyən səviyyəyə gəldikdə dostlar, yəni 99.95 olsun, fərqi yox, 99. Yəni səhv eləmirəmsə 99-dan sonra bu az verməyə başlayır. Yəni qəpik verməyə başlayır. Bir müddət daha rahat ilərləmə eləyirsiniz, amma bir müddətdən sonra siz onu qəpik, yəni gəlirsiniz bura gəlib çıxana kimi çox oynamış olursunuz. Təbii ki, mən indi burada 99.95-ə kimi gəlmişəm. Bunu 99.99% olanlar da var. Amma 99.99-dan sonra bitir dostlar. Yəni ən axırda 2 qəpik verir. Və o 2 qəpik nəticəsində bu buradakı pulsuz məhsulları əldə etmiş olursunuz. İndi mən hələ almamışam. Açıqcası dostlar, çox oynamıram.
vaxtım olmur, ona görə çox girmirəm, amma oynamaya bu 99.95-ə gəlib. Təbii ki, oynamaq lazımdır. Bir-birinizə yardımlaşmaq lazım dostlar. Yəni dostlarınıza göndərməlisiniz ki, ən çox da buna yeni istifadəsi gələndə daha çox su verir. Qeyd edeyim ki, əlavə olaraq yəni özünüz girib buradan məhsul aldıqda onun qarşılığında müəyyən qədər su verir. Yəni mən görmüşəm. Təbii ki, Farmlanda görə almayın. Yəni özünüz seçdiyiniz bir məhsulu onsuz da alırsınızsa, bura daxil olaraq ondan gələn hədiyyələri, yəni suları dəyərləndirə bilərsiniz dostlar. Yəni tutub da burada Farmlandda pulsuz məhsul verəcək deyənə girib məhsul da almayın, pulunuzu xərcləməyin tövsiyə etmirəm. Dostlar bu şəkildə indi isə çox uzatmadan, yəni bunu maraqlanan dostlarımız var. Bu ekrana əlavə edirəm dostlar. Sağ olsun izləyicilərimizdən, yəni bu pulsuz məhsulları əldə edən izləyicimiz bizə ekran görüntüsünü atdı, yəni canlı atdı. Təbii ki, yalandan demir, yəni hər şey sübut şəklindədir. Onu sizlərə göstərəcəm dostlar. Sizə xoş izləmələr diləyirəm dostlar. Videomuz bu qədər idi dostlar. Ümid edirəm ki, bu videoya baxanlar kifayət qədər məlumatı oldu və bu Farmlandın sonunu maraqlananlar bu videoda sualına cavab tapa bildi dostlar. Qeyd edeyim ki, kanalımıza xahiş edirəm dostlar, abunə olun və maksimum dərəcədə bizim videolarımıza dəstək olun ki dostlar. Həqiqətən çox əziyyət çəkirik bu videoları hazırlayarkən. Həm sizlər üçün, həm özümüz üçün faydalı araşdırmalar eləyək dostlar. Həm tema olsun, həm trend yol olsun. Fərqli mövzulardan faydalı videolar və bildiyimiz məlumatları sizlər üçün paylaşaq dostlar. Təqdim etdiyi Fikirli kanalı.